İstanbuldan gələn şəhzadənin Azərbaycanda hakimiyyəti ələ keçirdiyini bilirdinizmi? Bəs bu hökmdarın bütün vergiləri ləğv etməsindən necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Əri Uzun Həsənin ölümünü fürsət bilən Səlcuqşah bəyim vilayət hakimi olan oğlu Xəlil bəyi hakimiyyətə gətirməyə çalışdı. O hələ Uzun Həsənin sağlığında oğlu Xəlili yeganə varis təyin etmək arzusunda idi. Əmirlərin dəstəyini alan Səlcuqşah bəyim 1478-ci ilin 6 yanvarında Uzun Həsənlə nigahından dünyaya gəlmiş Xəlil bəyin Ağqoyunlu sultanı olmasına nail oldu. Buna kimi Xəlil hakimiyyət uğrunda ögey qardaşı Maqsudu aradan götürmüş, digər qardaşları Yaqub və Yusifi sürgünə göndərmişdi. Sultan Xəlil əmisi Murad bəy Bahaduru da məğlub edib, hakimiyyətini xeyli möhkəmləndirdi. Lakin türkmən əmirlərinin əksəriyyəti ondan narazı idi. Bu dövrdə Sultan Xəlildən narazı olan əmirlər Uzun Həsənin digər bir oğlu, 14 yaşlı Yaqubun ətrafında birləşdilər. 1478-ci ilin 15 iyununda Yaqubun tərəfdarları Xoy şəhərində Xəlilə sui-qəsd təşkil edib onu aradan götürdülər. Beləcə Sultan Xəlilin hakimiyyəti cəmi 6 ay davam etdi. Əmirlər Ağqoyunlu taxtına Uzun Həsənin Dəspinə xatundan doğulmuş oğlu Yaqubu çıxardılar. Diyarbəkirdən Təbrizə gələn Yaqub özünü sultan elan etdi. Yaqubun yaşının az olmasından istifadə edən Məmlük Sultanı Qayıtbəy Urfa şəhərini tutmaq üçün Əmir Yaşbəyin komandanlığındakı 100 minlik ordusunu ora göndərdi. Vəziyyəti belə görən Sultan Yaqub ən güvəndiyi sərkərdələrin rəhbərliyi ilə ordusunu Urfaya istiqamətləndirdi. 1580-ci ildə Fəratın sahilində baş verən döyüşdə Ağqoyunlular Məmlük ordusunu darmadağın etdi. Şərqi Gürcüstan Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlulardan asılı vəziyyətdə idi. Lakin onun ölümündən sonra Gürcülər öhdəliklərinə götürdükləri vergini ödəməkdən imtina etdilər. 1482-ci ildə Ağqoyunlu Sultanı Yaqub 100 minlik ordusu ilə Gürcüstan üzərinə yürüşə başladı. Yürüş zamanı Gürcü knyazlıqları məğlub edildi, Axıska və Xatun qalaları ələ keçirildi. Gürcüləri özündən asılı vəziyyətə salan Sultan Yaqub onları yenidən vergi ödəməyə məcbur etdi. Qısa zamanda daxili çəkişmələrə son qoyan Sultan Yaqub Ağqoyunlu dövlətinin əvvəlki əzəmətini özünə qaytardı. Lakin o qonşuluqdakı Səfəvi şeyxləri ilə münasibətə hələ də aydınlıq gətirməmişdi. Atası Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunluların Səfəvilərlə münasibətləri yaxşı idi. Hətta Ağqoyunlularla Səfəvilər arasında qohumluq əlaqələri də yaranmışdı. Lakin hakimiyyətini möhkəmləndirən Sultan Yaqub Səfəvi şeyxləri ilə münasibətdə atasının tutduğu siyasi xətti dəyişdi. O, Səfəvilərlə birbaşa mübarizə aparmasa da, onların düşmənlərinə gizli dəstək verirdi. Belə ki, Səfəvi lideri Şeyx Heydər 1488-ci ildə atasının qisasını almaq məqsədi ilə Şirvana hücum edəndə, Şirvanşah Fərrux Yasar Ağqoyunlu Sultanı Yaqubdan kömək istəmişdi. Sultan Yaqub da bu təklifi qəbul edərək Süleyman bəy Bizanoğlunun başçılığı ilə Şeyx Heydərə qarşı qoşun göndərmişdi. Bu döyüşdə Şeyx Heydər həlak oldu, ordusu isə pərən-pərən düşdü. Bu hadisə ilə gələcək Ağqoyunlu Səfəvi müharibəsinin təməli qoyuldu. Amma bu barədə bir qədər sonra. 1489-cu ildə Van gölünün yaxınlığındakı kürdlər Ağqoyunlu dövlətinə qarşı üsyan qaldırdılar. Həmin ildə Süleyman bəyin sərkərdəlik etdiyi Ağqoyunlu ordusu kürdlərin üsyanını amansızlıqla yatırdı. Sultan Yaqubun hakimiyyəti illərində ölkədə sabitlik yarandı. Ağqoyunlu dövlətinin ən qüdrətli hökmdarlarından biri olan 26 yaşlı Sultan Yaqub 1490-cı ilin 24 dekabrında vəfat etdi. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu taxtı uğrunda yeni bir hakimiyyət davası başladı. Əmirlər 1490-cı ildə hakimiyyətə Yaqubun oğlu Baysunquru gətirsələr də, lakin onun hökmdarlığı çox sürmədi. Faktiki Sultan Baysunqur olsa da, dövləti növbə ilə onun atabəyləri olmuş Xəlil bəy və Süleyman bəy idarə edirdi.
Bu əmirlər hakim sülalədən olmadıqlarına görə digər əmirlərin narazılığı artmaqda idi. Sultan Baysunqur əmirlərin əlində oyuncağa çevrilmişdi. Vəziyyəti belə görən Qacar, Mosullu və Pörnək tayfalarından olan əmirlər Əlincə qalasında həbsdə olan Rüstəm bəyi azad etdilər. Uzun Həsənin nəvəsi olan Rüstəm bəy taxt davasında öldürülmüş Maqsud bəyin oğlu idi. O, türkmən əmirlərini yanına alıb Təbrizə, əmisi oğlu Baysunqurun üzərinə hərəkət etdi. 1492-ci ilin yazında baş verən döyüşdə Rüstəm bəyin qüvvələri Baysunqurun ordusunu məğlub etdi. Döyüşdə uduzan Baysunqur Şirvana, onun atabəyi Süleyman bəy isə Diyarbəkirə qaçdı. Hakimiyyəti üçün heç bir əngəl qalmayan Rüstəm bəy 1492-ci ilin 28 mayında Təbrizdə özünü Ağqoyunlu sultanı elan etdi. Sultan Rüstəm Ağqoyunlu taxtında tamamilə möhkəmlənmək və ara müharibələrinə son qoymaq məqsədi ilə islahatlar keçirdi. O, ilk növbədə əmisi oğlu Baysunqurun sığındığı Şirvanşah Fərrux Yasarla sülh müqaviləsi imzaladı. Lakin Rüstəmin bu islahatları ölkəni bürüyən ara müharibələrinin qarşısını ala bilmədi. 1492-ci ilin payızında Teymuri Sultanı Hüseyn Bayqaradan dəstək alan vilayət hakimi Qasım bəy Astarabadda Rüstəmə qarşı qiyam qaldırdı. Çətinlik bahasına olsa da bu qiyam yatırıldı. Bununla da Ağqoyunlu dövlətində qismən sabitlik bərqərar oldu. Hakimiyyətini möhkəmləndirdikdən sonra Sultan Rüstəm Baysunqura qarşı hərəkətə keçmək niyyətində idi. Əsas rəqibi Baysunqurla tək bacarmayacağını anlayan Sultan Rüstəm, hələ Sultan Yaqub dövründə həbs edilmiş Səfəvi sülaləsinin üzvlərini azad edib, onların gücündən faydalanmaq qərarına gəldi. Bu dövrdə Sultanəlinin rəhbərlik etdiyi Səfəvilərin xeyli tərəfdarı və hərbi qüvvəsi var idi. 1493-cü ildə Əhər yaxınlığında Sultan Rüstəm və Səfəvi Sultanəlinin birləşmiş qüvvələri Şirvanşahlardan hərbi dəstək alan Baysunqurun ordusunu darmadağın etdi. Baysunqur döyüş zamanı həlak oldu. Bu qələbənin qazanılmasında Səfəvilərin xüsusi rolu oldu. Bu da Ağqoyunlu Sultanı Rüstəmi narahat edirdi. Çünki o Səfəvilərin başçısı Sultanəlinin güclənməsindən ehtiyatlanırdı. Ona görə də Sultan Rüstəm əsas rəqibi Baysunquru məğlub etdikdən sonra Sultanəliyə qarşı siyasətini dəyişdi və Səfəvi tərəfdarlarını təqib etməyə başladı. Bu da Ağqoyunlu Səfəvi toqquşmasını qaçılmaz edirdi. 1494-cü ildə Ərdəbil yaxınlığındakı Şəməsi adlı yerdə baş verən döyüşdə Ağqoyunlular Səfəviləri ağır məğlubiyyətə uğratdı. Döyüş zamanı Səfəvi lideri Sultanəli həlak oldu. Onun qardaşları və ailəsi həbs edildi. Bununla da Sultan Rüstəm üçün Səfəvi təhlükəsi bir müddətlik ara verdi. Sultan Rüstəm əyanların rəğbətini qazanmaq məqsədi ilə onlara çoxlu sayda torpaqlar və mülklər paylamışdı. Hərbi əyanlar ilk vaxtlarda ona rəğbət bəsləsələr də sonradan qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdılar. Bu dövrdə əksər əyanlar Sultan Rüstəmə qarşı çıxaraq Osmanlı sarayına məktub yazdılar. Əyanlar Uğurlu Məhəmmədin oğlu Şəhzadə Əhmədin Ağqoyunlu dövlətinə təhvil verilməsini tələb edirdilər. Çünki onlar Ağqoyunlu dövlətinin xilasını Əhmədin, bəzi mənbələrdə isə Gödək Əhməd kimi qeyd olunan Şəhzadənin hakimiyyətə gəlməsində görürdülər. 1497-ci ildə Diyarbəkirdən Təbrizə doğru hərəkətə başlayan Gödək Əhmədin tərəfdarları və Sultan Rüstəmin qoşunu Ərzincan yaxınlığında üz-üzə gəldi. Sultan Rüstəmin yanında yer alan əksər Ağqoyunlu əmirlərinin döyüş zamanı Gödək Əhmədin tərəfinə keçməsi ilə Sultan Rüstəm məğlub oldu. Gürcüstana qaçan Sultan Rüstəm tezliklə ələ keçirilib edam edildi. Gödək Əhməd hakimiyyətə gəldikdən sonra dövləti əvvəlki iqtisadi vəziyyətinə gətirmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün islahatlara başladı. Vergiləri qaydaya salmağa çalışan yeni sultan şəriətdə nəzərdə tutulan vergilərdən başqa bütün vergiləri ləğv etdi. Amma bununla belə vilayət hakimləri olan Eybə Sultan və Qasım bəy ona qarşı çıxırdılar.
Bu hakimlər Sultan Yaqubun Şirvandakı oğlu Muradı taxta çıxarıb, mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. 1497-ci ilin 14 dekabrında müttəfiqlərin ordusu İsfahan yaxınlığında Gödək Əhmədin qüvvələrini darmadağın etdi. Bu döyüşdə Gödək Əhməd həlak oldu. Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətindəki ara müharibələri daha da kəskin hal aldı. Belə ki, Şəhzadə Əlvənd Mirzə Azərbaycanda, Məhəmməd Mirzə Yəzd vilayətində, Murad Mirzə isə Şirvanda öz hakimiyyətini bərqərar etdi. Bu dövrdə Ağqoyunlu taxtı uğrunda amansız mübarizə gedirdi. Murad Mirzə Məhəmməd Mirzəni məğlub etdikdən sonra 1500-cü ilin payızında Əlvənd Mirzənin üzərinə hərəkət etdi. Lakin tərəflər bir-birinə qalib gələ bilmədi. Nəhayət 1500-cü ilin sonunda Dərviş Baba Xeyrullahın vasitəçiliyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə tərəflər arasında sülh sazişi imzalandı və beləcə Ağqoyunlu dövləti iki yerə bölündü. Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycan və Diyarbəkir Əlvənd Mirzəyə, Ərəb İraqı, Kirman və Əcəm İraqı isə Murada qaldı. Dövlətin iki yerə bölünməyi Ağqoyunlular sülaləsini xeyli zəiflətmişdi. Bundan istifadə edən Səfəvilər Şeyx Heydərin oğlu İsmailin rəhbərliyi altında Azərbaycanda öz hakimiyyətini yaymağa çalışırdı. 1500-cü ildə Cabanı adlı yerdə Şirvanşahları məğlub edən Səfəvilər Əlvənd Mirzənin Təbrizdən qoşunu ilə ayrıldığını xəbər alıb cənuba doğru yönəldi. 1500-cü ildə Şərur adlı yerdə üz-üzə gələn orduların savaşından Səfəvilər qalib ayrıldı. 1501-ci ildə ordusu ilə Təbrizə daxil olan 14 yaşlı İsmail özünü Səfəvi şahı elan etdi və bununla da Ağqoyunlu dövlətinin bir qolu süquta uğradı. Amma Ağqoyunluların İraq qolu hələ də mövcudluğunu qoruyub saxlamışdı. 1503-cü ildə Ağqoyunlu Sultanı Murad 50 minlik ordusu ilə Şah İsmailin üzərinə hərəkət etdi. Həmədan şəhərinin yaxınlığında Almaqulağı adlı yerdə baş verən döyüşdə Səfəvilər Ağqoyunluları məğlub etdi. Xeyli torpaq itirib paytaxt Bağdada doğru geri çəkilən Murad burada hakimiyyətini yalnız 5 il davam etdirə bildi. 1508-ci ildə Səfəvi şahı İsmailin Bağdada hücumunu xəbər alan Murad şəhəri tərk etdi. Beləcə Şah İsmail Bağdadı da fəth etdi. Bununla da Ağqoyunlu dövlətinin digər qolu da süquta uğradı. Ağqoyunlu dövləti süquta uğrasa da Azərbaycan tarixində dərin izlər buraxdı. Belə ki, Ağqoyunlular dövründə inşa edilmiş məscidlər, türbələr və digər tikililər bugün Orta əsr Azərbaycan memarlığının inciləri sırasında göstərilir. Həmçinin Ağqoyunlular dövründə mədəniyyət və incəsənətin əksər sahələri, xəttatlıq, memarlıq, dulusçuluq, xalçaçılıq, rəssamlıq, ədəbiyyat və digər sahələr yüksək səviyyədə inkişaf etmişdi. Ümid edirəm qədim Ağqoyunlu dövlətinin tarixi haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.